Çox sağ olun, dəyərli Sahibə xanım. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanun layihəsinin bugün təqdim olunan layihənin qəbul edilməsi zərurətinə dair bir neçə kəlmə deyərək, sonra onun məzmunu barəsində fikirlərimi bildirmək istəyirəm. Məlum olduğu kimi, uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, sosial-iqtisadi infrastruktur quruculuğunun proseslərinin sürətlənməsini, xalqın maddi rifahının yüksəlməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Qanun layihəsinin hazırlanma zərurəti haqqında onu deyə bilərik ki, bu Azərbaycan Respublikasının energetika sektorunda islahatlarının sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamının 1.6-cı bəndindən irəli gələrək tapşırıqların icrasını təmin etmək məqsədi daşımışdır. Sosial-iqtisadi əhəmiyyət kəsb edən qaz təchizatı haqqında qanun layihəsi maraqlı tərəflərin iştirakı ilə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində, o cümlədən Energetika Nazirliyinin, SOCAR-ın və Azərqaz İstehsalat Birliyinin nümayəndələri ilə geniş müzakirə etdik. Qeyd etmək istəyirəm ki, belə müzakirələr eyni zamanda cəmiyyətin, medianın, sektor üzrə ekspertlərin, həmçinin potensial investorların qanun layihəsinə münasibət bildirməsi baxımından əlverişli imkan yaradır. Bu müzakirələrin keçirilməsi yalnız qanunvericilik texnikası baxımından deyil, həm də layihənin sektorun real ehtiyaclarına uyğunlaşdırmaq, ictimai rəyə açıq olmaq, hüquqi mexanizmlərin sahənin orta və uzaq inkişaf perspektivlərinin praktiki tələblərinə uzlaşdırmaq baxımından olduqca faydalıdır. İndi isə qanun layihəsinin məzmunu barəsində fikirlərimi sizə çatdırıram. Qanun layihəsinin qəbul edilməsi, qaz sektorunda islahatların dərinləşməsi və sürətləndirilməsi, sahə üzrə münasibətləri tənzimləyən sənədlərin zəruri hüquqi bazasının yaradılmasında mühüm bir mərhələ olacaq. Bu qanun layihəsi strateji əhəmiyyət daşıyan enerji sektorunun hüquqi tənzimləməsi baxımından mühüm bir təşəbbüsdür. Layihə ölkəmizin qaz təchizatı sistemində idarə etmənin beynəlxalq standartlarla uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşması məqsədi ilə hazırlanmışdır. Qeyd edilməlidir ki, mövcud qanun qaz təchizatının yalnız ümumi çərçivəsini müəyyən etsə də, praktiki tətbiq zamanı sektorun müxtəlif iştirakçıları nəql edən, paylayan, saxlayan və satışı həyata keçirən subyektlər arasında məsuliyyət həddinin kifayət qədər dəqiq aparıldığı qeyd edilmişdir. Qanun layihəsində dövlət siyasətinin əsas prinsipləri kimi qaz təchizatının dayanıqlığı, təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, şəffaf idarə etmə və tənzimlənmə, bərabər və ayrı seçkiliyə yol verilməyən xidmətlər imkanları da təsbit edilibdir. Əsas sənəd enerji təhlükəsizliyini təmin etmək, istehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətləri qorumaqdır. Bildirmək istəyirəm ki, bu qanun layihəsinin müzakirəsi və qəbul edilməsi ölkəmizin qaz sektorunda, təchizatı sektorunda yeni bir mərhələnin başlanğıcı olacaqdır. Bu qanun çərçivəsində hasilat, nəql, paylanma və satış funksiyalarının hüquqi ayrılığını təmin edilir, tariflərin hesablanması üçün şəffaf mexanizmlər qurulur, mənzil daxili nasazlıqlar, texniki xidmət sahəsində müstəqil bazarın formalaşdırılması hədəflənir. Həmçinin qanunun tətbiqi mərhələli şəkildə və konkret vaxt çərçivələri ilə tənzimlənir. Bu, həm dövlətin enerji siyasətinin strateji məqsədlərinə uyğun olaraq enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə, həm də istehlakçı məmuriyyətinin artırılmasına da xidmət edəcəkdir. Yeni qanun layihəsi bu iştirakçılar daha da belə deyək ki, ifadə etsək, ilk dəfə olaraq qaz nəqli sistemi operatoru, qaz paylayıcı sistemi operatoru, qazın saxlanması sistem operatoru anlayışlarını qanunvericiliyə daxil edir və bu subyektlərin səlahiyyət və öhdəliklərini konkretləşdirir. Bundan əlavə layihədə tənzimləyici orqan anlayışı da hüquqi səviyyədə müəyyən edilir. Bu orqana qaz təchizatı sahəsində icazələrin verilməsi, tariflərin tənzimlənməsi, sektor üzrə monitorinq və nəzarət, habelə mübahisələrin həlli kimi mühüm və kompleks səlahiyyətlər verir.
Bu qanun layihəsində nəzərdə tutulan hədəflər hansılardır? Qazın nəqlindən, paylanmasından, saxlanmasından, satışından, idxalından, qaz qurğularının istismarından və qaz istehlakçılarının tələbatının ödənilməsindən irəli gələn münasibətlərin davamlı inkişafı üçün hüquqi əsasların, qaz təchizatı sektorunun idarə etməsi və tənzimlənməsində dövlət orqanlarının və energetika və kommunal xidmətlər sahəsində tənzimləyicinin səlahiyyətlərinin, eləcə də qaz təchizatı subyektlərinin və istehlakçıların hüquq və vəzifələrinin dairəsinin müəyyən edilməsi. İkinci, enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtlərini rəhbər tutaraq, qaz təchizatı subyektləri və istehlakçılar arasında yaranan münasibətlərin tənzimlənməsi. Üçüncü, qaz təchizatı subyektləri tərəfindən azad rəqabət şəraitində ətraf mühitə vurulan zərəri minimuma endirməklə, qazdan səmərəli istifadə etməklə istehlakçıların fasiləsiz, davamlı, təhlükəsiz şəraitdə etibarlı, keyfiyyətli və əlçatan qazla təmin edilməsidir. Və nəticədə biz belə deyək, layihənin qəbul edilməsi ilə əlaqədar qaz təchizatı sahəsində mövcud olan qanunvericiliyi, o cümlədən hökumət tərəfindən təsdiq edilmiş qaydalar da yeniləniləcək və layihədə göstərildiyi kimi qazdan istifadə qaydaları, qaz təchizatı sisteminə dair qaydalar, bir çox qaydalar müəyyənləşəcəkdir və bu layihənin Azərbaycan Respublikasında həyata keçirilən sosial dövlət siyasətinin vacib tərkib hissəsi olduğunu nəzərə alaraq həmkarlarımı bu yeni qanun layihəsinə birinci oxunuşda müsbət səs verməyə dəvət edirəm. Çox sağ olun.